Qədir gecəsi Allahın müqəddəs kitabı olan Qurani Kərimin nazil olduğu gecədir. Qurani Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədir gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır. İlahiyyatçı Hacı Qurban Murquzov bildirib ki, Qədir gecələrinin əməllərindən biri də Quranı başa qoyub dua etməkdir. Bismillahirrahmanirrahim. Müqəddəs Qədir gecəsindəyik. Allah inşallah qəbul eləsin. Bu gecənin ritual əməllərindən biri ibadətlər arasında məsum imamlarımızdan tövsiyə və sirələrində görünən mübarək müqəddəs Qurani Kərimi başımızın üzərində qoyaraq Allah'a and veririk Qur'ana, bu Qur'anın pak kəlamlarına, Qur'anda zikr olunan Allah adlarına, məsumlara və xeyirli insanlara, pak insanlara ki, ilahi onlara xatir, bu Qur'ana xatir günahlarımızı əfv elə, ömrümüzü bərəkətli elə, ruzimizi bol elə, aqibətimizi xeyirli elə, əməllərimizi qəbul elə. Bu kimi niyyətlərlə biz Qur'anı başımızın üzərində tuturuq. Və onlar ki, irad tuturlar ki, bu Qur'anı baş üzərinə qoymağın əvəzinə oxuyasan, onlara bunu demək istəyirik ki, ilk öncə bu Qur'anı həm biz, həm həmin məclislərdə oxunur və oxunandan sonra mənası deyilir, necə ki, özümüz başa düşürük, başa düşəndən sonra da əməlini edirik. Və onlar ki, çox təəssüflər olsun ki, bu iradı elləyirlər, deyirlər, bəziləri əslən xəbərsizdirlər, bəziləri məzhəb fərqliliyinə görə bilmirlər, bəziləri də həmən İslamın, dinin, Qur'anın düşmənləridir ki, irad elləyirlər. Onlara bir tək cavabımız budur ki, Allahın özü buyurur ki, la yəməssuhu illəl mutahharun, yəni paklardan başqa Qur'ana heç kim toxuna bilməz. Elhamdülillah müsəlmanlar Qur'ana toxunmağa haqları var, başının üzərində tutmağa haqları var. Çünki müqəddəs kitabdır, əziz kitabdır, bərəkətli kitabdır. İnsan üçün həyatı lazım olan üçün qanunların toplusudur. İnşallah müsəlmanlar həm bu Qur'anın zahirinə, həm bu Qur'anın batilinə diqqət edərək, ehtiram edərək baş üzərində tuturlar. Və bu gecədən tövfiq istəyirlər ki, inşallah həyatları Qur'anla keçsin. Bizim niyyətimiz.